Axşamınız xeyir dostlar. Hər gecə bir nağıl dinləməkdən yorulmadınız ki? Elə isə keçid alaq növbəti nağılımıza. Bu axşam sizə gündüz və gecə bir-birindən necə ayrıldı adlı Yapon nağılını danışacağam. Izanagi ilə Izanami göylərdəki asma körpüdən aşağı indikdən sonra dənizlərin ortasındakı Onogoro adasını yaratdılar. Bu adanın tən ortasında çox hündür və dəbdəbəli bir dirək ucaltdılar. Izanagi dirəyin sağ tərəfi ilə, Izanami sol tərəfi ilə dövrə vurdu və onlar tezliklə qarşılaşdılar. Əvvəlcə Izanami dilləndi. Nə qədər yaraşıqlı bir gəncdir. Izanami'nin danışığı əvvəlcə Izanaginin xoşuna gəlmədi. Burada kişi mənəm. Əvvəlcə mən sözə başlamalıydım. Gəl yenidən dirəyin ətrafında dövrə vuraq. Yenə də dövrə vurdular. Bu dəfə Izanagi danışdı. Necə gözəl qızdı. Beləcə Izanagi və Izanami ailə qurdular. Adaları, çayları, körfəzləri, ağacları, heyvanları və digər bitkiləri yaratdılar. Hər şeyi bitirdikdən sonra belə dedilər. Budur, 8 ada ölkəsini, dağlarını, çaylarını, bitki və heyvanlarını yaratdıq. İndi də gəl bütün bunların başçılarını yaradaq. Günəş ilahəsi Amaterasu beləcə yarandı. O elə gözəl və qüdrətli idi ki, baxanın gözləri qamaşırdı. Ana və atası Amaterasunu göy üzünə göndərmişdilər. O gündən sonra şüalarını oradan dünyaya yaymağa başladı. İkinci uşaqları ay tanrısı Chukiyumi doğuldu. Onun gümüşü işığı qardaşının qızıl işıqları qədər gözəl idi. Valideynləri onu da göy üzünə göndərdilər. Göy üzündəki iki qardaş bütün qardaşlar kimi həmişə dalaşırdı. Uşaqlarının daimi dəva dalaşından bezən Izanagi və Izanami onların yolunu ayırdılar. Biri göy üzündən çəkiləndə o biri gələcəkdi. Bax, gündüz və gecə bir-birindən beləcə ayrıldı. Bu axşamki nağılımızın da beləcə sonuna gəldik. Növbəti axşam yeni bir nağılla qarşınıza gələcəyik. Amma siz hansı nağılı dinləmək istəyirsinizsə, mütləq şərhlərdə bizimlə bölüşün.